Ama bu günləri şəhidimizin, Ermətdinin il dönümüdür. Birinci Qarabağ müharibəsinin şəhidi. İstəyərdik ki, oğlunuz barədə siz də ürək sözlərinizi deyərdiniz. Ürək sözləri nə deyim? Allah bütün şəhidlərə rəhmət eləsin. Mənim balam da onun içində. Nə deyim? Allah qazilərimizə də can sağlığı versin. Nə bilim, əmin-amanlıq olsun, bir də müharibə olmasın, bir də heç bir analar ağlamasın, sızıldamasın, nə deyim. Allah prezidentimizin də canı sağ eləsin, yenə əmin-amanlıqda cəmaat gedir, gəlir, yaxşıdır, nə bilim, da nə deyim. Yəni o... Elməddin özü çox vətənpərvər oğluydu, onun kimi vətənpərvər oğlu bir dünyada görməmişəm. Mənim o bir oğlum əskərlikdə idi, o biraz müasirəyə düşdü. O müasirəyə düşəndə mən ağladım, Maridazına ağlayışdan, üç oğlum var, birini torpağa qurban deməmişsən. Özü də öz arzusuna çatdı, getdi torpağa qurban oldu. Da mən nə deyim? Yəni uzun ildən sonra oğlunuz o xəbərini aldınız. Yəni 30 ildir yolun gözlədik, gözlədik. Axır ki, biz özün gözlədik, axır ki tabutu gəldi. Dözmədi, ata da dözmədi. 2 ay dözmədi, ata da başı qoydu yerə. Şəhidimiz əslən Cəbrayıl rayonundandır. Özümüz Cəbrayıl rayonunun Üzgər kəndindənik. Allah şəhidimizə rəhmət eləsin, qəbri nurla dolsun. Sağ ol. Yəni Allah sizləri qorusun. Sağ ol, sağ ol. Allah sizi də sağ eləsin ki, canınızı sağ eləsin ki, belə şeyləri çəkirsiniz, işıqlandırırsınız. Şəhidlərə qiymət verirsiniz. Şamil, sən də sağ ol, xala qurban. Çox sağ ol. Borcumuzdur, biz Sabaha İnamlı az saytı olaraq, yəni bizim borcumuzdur ki, gələk, çəkək. Allah Nə köməyiniz lazımdır, olsun. öz işimizi, vəzifə borcumuzu yerinə yetirək. Allah köməyiniz olsun.